Hoş gördük değerli dinleyiciler. Bhagavatam'ın, Bhagavad Gita'nın değerli dinleyicileri. Adından göründüğü kimi, deməli mən yoga haqqında danışmaq istəyirəm. Yoga bu saat böyük vüsət alır. Elə dünyada da, bizdə də, Azərbaycanda da. Hətta Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Yoga günü də təyin edibdi. 21 iyundadır, səhv eləmirəmsə. Yəni yoga əslində qədimlərdən qədim olan bir təlimdir. Qədimlərdən, yəni yoga təzə bir şey deyil. Biz bunu təzə görürüksə, ya təzə eşidiriksə, bu deməkdir ki, təzə bir şeydir. Yoga bu kainatın yaradıldığından qabaqdan mövcuddur. Hətta kainatın yaradılışından qabaq mövcuddur. Yoga, biləsiz. Görün nə qədər qədimi bir kainatın, planetin yox, insanın yox, Adəmin yox. Kainatın yaradılışından qabaq yoga mövcuddur. Yoga yəni əbədi bir şeydir əslində. Yoganın əvvəli yoxdur. Deyəsən ki, yoga açansa yaradılıbdır. Yoganın əvvəli yoxdur. Yoga əbədiyyətin nə idi? Əbədiyyətin əbədiyyətin mədəniyyətidir. Əbədiyyətə xas olan dünya görüşü, həyat tərzidir. Əbədiyyətə. Ona görə bu çox olduqca geniş mövzudur. Yəni niyə görə ki, çünki həyatın elə bir sahəsi yoxdur ki, oranı yoga əhatə eləmir. Bizim yaşadığımız həyatın elə bir sahəsi yoxdur ki, yoga oranı əhatə eləmir. Hər yerdə əhatə edir yoga. Ona görə də mən biraz qısa məlumat verəcəm əslində. Bu bütöv bir uzun-uzadı bir neçə seminarın mövzusudur. Bunu bir neçə dəfə seminarlarda izah eləmək lazımdır. Amma mənim fikrim yox. Çünki biz Bhagavad Gita'nın mühazirlərində, Şrimad Bhagavatamın mühazirlərində dönə-dönə danışdıqlarımızın hamısı elə əslində yoganın təsviridir, yoganın izahlarıdır. Yoganı izah edirik orada. Yoga dünyanın ən qədim sanskrit dilindən tərcümə olunur. Dünyanın ən qədim sanskrit dili sanskrit dilidir. Sanskrit kainatın instruksiyası olan Veda biliyinin yazıldığı dildir. Veda biliyi, Veda elmi sanskrit dilində yazılıbdır. Sanskrit dili mələklərin ünsiyyət dilidir. Mələklərin ünsiyyətdə olduğu dildir. Sanskrit. Planetin mövcud dillərin hamısı sanskrit dilindən törüyübdür. Tənəzzülə uğrayaraq. Sanskrit dilində indi danışan millət, xalq yoxdur. Sanskrit dilində ancaq müqəddəs yazılar yazılıbdır, müqəddəs mantralar yazılıbdır. Bütün planetdə o mövcud dillərin hamısı sanskrit dilindən törüyübdür. Sanskrit dilində bütün xalqların dillərində sözlər var. Elə də Azərbaycan dilində çoxlu miqdarda sanskrit dilində sözlər var. Onlardan elə ən şah söz də bizim dilimizdəki can sözü təmiz sanskrit sözüdür. Mənası da eynidir. Can, ruh, ruhi can. Can sanskrit dilindədir. Həm də Azərbaycan dilində onu istifadə edirik. Can. Məsəl üçün bir dənəsini dedim. Ona görə də yoga sanskrit dilində qələmə alınıb, yazılıb, yoga təlimi verilibdir. Yoga tərcümə olunur Azərbaycan, bizim dilimizə tərcümə olunur yoga. Əlaqə, vəhdət, harmoniya, ahəng, bunların hamısı yoga. Yoga bunların hamısı mənasını daşıyır. Əlaqə, vəhdət, ahəng, harmoniya. Bax, bu yoga bu deməkdir. Ona görə yoganın mən istəyirəm onun danışım sizə nəzəriyyəsindən, yoganın nəzəriyyəsi nədir? Bir də yoganın praktikasından, ayrı-ayrılıqda. İndi nəzəriyyəsindən söhbət eləyək biraz yoga, nəzəri nöqteyi nəzərdən. Nəzəri, yoga nədir? Yoga bu deməli biz almadığımız təhsildir bu. Bizim heç bir təhsil sistemində bu barədə bilik yoxdur. Ona görə də bizim üçün bu yeni mövzu kimi görsənir yoga. Amma yoga deməli mən sizə dedim ki, yaranışın əvvəlindən, kainatın yaranışının əvvəlindən mövcuddur. Bu kainatı yaradan özü
yoganın meditasiyanın vasitəsilə yoga və meditasiyadan istifadə edərək bu kainatı yaradıbdır. Kainatı. Bildiniz, kainatın yaradılışından söhbət gedir. Ha. Kim ki kainatı yaradıb, o yoga meditasiyanın köməyindən istifadə edib. Yoga və meditasiyadan istifadə edərək yaradıbdır bu kainatı. Ona görə başlayaq ondandır ki, nöqteyi nəzərdən ondan başlayaq ki, bizim bədənimiz, insan bədəni fərqi yoxdur. Cinsindən asılı olmayaraq. İnsan bədəni deməli əsasən üç enerjinin nəyindən toplumundandır. Üç enerjidir. Üç enerjinin toplumundandır əsasən. Bir maddi enerjidir. Sırf maddi enerji. Bir incə maddi enerjidir. O da maddedə amma incə enerjidir. Ona hərdən astral da deyirlər. Bir də sırf ruhi enerji. Bizim varlığımız bu üç enerjinin birləşməsidir. Ona görə də biz sadəcə olaraq bədənimizdən yox, biz ağlımızdan, dərrəkəmizdən də ibarətik. Yəni, mən sadəcə olaraq maddi bədənimdən əlavədə ağlımdan, dərrəkəmdən də ibarətəm. Yəni, məndən soruşanda ağlım var, deyirəm var. Dərrəkəm var, var. Ona görə də ağlımız, dərrəkəmiz bu bizim varlığımızın incə formasıdır. Yəni, bu mənim incə bədənimdir. Necə ki, kobud dildə deyim ki, məsəl üçün, bizim bir tamamilə alt paltarımız var. Bir dənə necə deyirlər, biraz o alt paltarın üstündən giydiyimiz paltar var. Bir üst paltarımız. Bir də çılpaq bədənimiz var. Çılpaq bədənimiz var, alt paltarımız var, bir də onun üstündən giyindiyimiz üst paltarımız var. Düzdürmü? 3 dənəsi. Eləcə də bizim ruhi varlığımız var, ruhi mənliyimiz, şəxsiyyətimiz var. Mən dediyimiz bu cisim deyil. Yəni bizim mən dediyimiz mən. Bu cisim deyil, bizim fiziki bədənimiz deyil. Ona görə də biz deyirik ki, mənim əlim, mənim ayağım, mənim başım, mənim bədənim, amma mən özüm kiməm? Biz bilmirik. Mən kiməm bəs? Mənim əlim deyən kimdir? Mənim əlim, mənim ayağım, mənim bədənim, mənim başım. Mənim filan, nə bilim, orqanım. Ona görə də bizim mən deyən şəxsiyyətimiz bədənimizdən fərqlidir. Fiziki bədənimizdən fərqlidir, bildiniz? O bizim mən deyən şəxsiyyətimiz bu bizim ruhi Veda biliyin dilinə desək, yoga fəlsəfəsinin, nəzəriyyəsinin dilinə desək, bu bizim nədir? Bizim həqiqi real mənliyimiz, şəxsiyyətimizdir. Mənliyimiz və şəxsiyyətimizdir o. Amma fiziki bədənimiz isə o şəxsiyyətin həmən o bizim fərdi şəxsiyyətimizin paltarıdır. Paltar kimidir. Necə ki, məsəl üçün, bizim çılpaq bədənimizin üstünə paltar giyinmirik, alt paltar, üst paltar. Eləcə də bizim real, həqiqi şəxsiyyətimiz, mənliyimiz bu ruhdur, ruhi təbiətlidir, cismani deyil. Bizim mənəviyyat dediyimiz məsələ də bax, ora gedib sökəndir, mənəviyyat. Mənliyimiz ruhani təbiətlidir, ruhi təbiətlidir, cisim deyil, başa düşdünüz? Amma onun üstünə giyindiyimiz paltar materiyadır, cisimdir, maddədir. Və onun bir nəcib forması var, bir də kobud forması var. Necə ki, bizi çılpaq bədənimizin üstünə bir dənə nəcib alt paltar giyinirik, bir dənə də üstünə kobud üst paltar giyinirik. Bildinizmi? Bax, beləcə də bizim mənliyimiz, ruhi varlığımız, ruhi şəxsiyyətimizin üstünə bir dənə nəcib bədəni var, ona o bədən üç şeydən təşkil olunubdur. Ağıl, dərrakə, bir də egoizm. Yalancı egoizm özdə, həqiqi yox, yalancı egoizm. Yoga dilində ona deyirlər ahankaram. Yalancı egoizm, ağıl, bir də dərrakə. Bunların üçü təşkil edir bizim həmən o incə bədənimizi, incə astral bədənimizi. O bədən ruhun, bizim ruhi mənliyimizin, şəxsiyyətimizin, həqiqi fərdi şəxsiyyətimizin üstün örtüyüdür, incə örtüyüdür. Və bizim həmən bu mənliyimiz əbədi
əbədidir, ruh deyəndə söhbət əbədidən gedir. Yəni o əbədidir, bildiniz? O doğulmaq, xəstələnmək, qocalmaq, ölmək ona aid deyil. Bizim ruhi mənliyimizə, şəxsiyyətimizə aid deyil. Buna sübut. Bizim bədənimiz qocalır, ölür, xəstələnir, qocalır, ölür, amma biz bunların heç birini istəmirik. Bizim iradəmizin əksini olaraq baş verir. Bu faktdır, düzdürmü? Bəli, faktdır. Xəstəlik, qocalıq, ölüm, hətta doğuluş özü belə. Doğuluş, xəstəlik, qocalıq, ölüm 4 dənə şeydir. Bu bizim iradəmizin əksinə baş verir. Yəni biz bunları istəmirik, amma baş verir. Bildiniz? Bu ona dəlildir, sübutdur ki, yəni bizim doğulub, xəstələnib, qocalıb, ölən təbiətimiz var. Bir də bunları istəməyən təbiətimiz var. Hansı ki bunu istəmir. Buna nə edir? Müqavimət göstərir. Daha öldüyü bir günə qədər. Düzdür? Necə baxın, hamı qocalmamaq üçün əldən ayaqdan gedir. Necə xəstələnməmək üçün əldən ayaqdan gedirik. Nə qədər ölməmək üçün, nə qədər mümkündür çox yaşamaq üçün əldən ayaqdan gedirik. Düzdür? Bu o deməkdir ki, bu dəlildir, sübutdur ki, bizim həqiqi varlığımız, bizim bu xəstələnib qocalan, ölən cisimimizdən fərqlidir. Bax, bu yoganın əlifbasıdır. Bax, buna deyirlər yoganın əlifbası. Haçan ki, mən başa düşürəm ki, bu hələ nəzəriyyədir. Başa düşdünüzmü? Yoganın əlifbası, nəzəriyyənin əlifbasıdır. Haçan ki, mən başa düşməyə çalışıram ki, nəzəri cəhətdən ki, mənim şəxsiyyətim, varlığım, mənliyim, həqiqi. O, mənim fiziki bədənimdən fərqlidir. Bax, mən bunu sadəcə izah elədim. Bizim fiziki bədənimiz 4 elementin birləşməsidir. Od, su, hava, torpaq. Od, su, hava, torpaq. Görürsünüz, Novruz bayramı da qədimlərə dirəşdiyinə görə Novruz bayramında keçirilən 4 dənə çərşənbə də həmən bax bizim bədənimizin təşkil edən elementlərdir. Od çərşənbəsi, su çərşənbəsi, hava çərşənbəsi, bir də nədir? Torpaq çərşənbəsi. Hələ burada 5-ci element də vardı, ona deyirlər efir və yaxud da səma. O da ince elementdir, 5 dənədir əslində. O daha nəcib olduğuna görə bu 4 dənəsi kobudlar, o biraz daha nəcibdir. Keçiddir o, elə bir keçid elementdir, incə bədənə keçid elementdir, bildinizmi? Kobud bədəndən incə bədənə keçid elementdir, səma, efir. Bütün mistikanın hamısı efirdə baş verir. Teleradio verilişlərin hamısı efirdə baş verir. Bildiniz? Ona görə mənim kobud bədənim od, su, hava, torpağın birləşməsindən deyil. İncə bədənim ağlım, dərrəkəm, eqomum, yalançı eqomun birləşməsidir üçünün. Onun da daxilində mənim həqiqi, real ruhi şəxsiyyətimdir, mənliyimdir. Bildiniz, mənliyimdir. Mənəviyyat ora gedib çıxır. O isə əbədiyyət biliyi həzdən ibarətdir. Sanskrit dilində, yoga dilində ona deyirlər Sat, Chit, Ananda. Sat, Chit, Ananda. Sat əbədiyyətdir, Chit bilikdir, Ananda da həz deməkdir. Yəni bizim həqiqi ruhi can adlanan bizim şəxsiyyətimiz o əbədiyyət biliyi həzdən təşkil olunubdur. Bu nəzəriyyədir. Yəni bunu başa düşmək, praktiki olaraq başa düşmək üçün əməlli başlı praktika vardı. Amma mən bu dediklərim hələ bu məsələnin nəzəri tərəfidir. Əbədiyyət, bilik, həzdən ibarətdir. Bizim varlıq, həqiqi mənliyimiz. İndi buna sübut ki, mən ruhi təbiətli şəxsiyyətəm. 4 elementdən ibarət olan kobud bədənin daxilində 3 elementdən ibarət incə bədəndən daxildə mən varam, mən oradayam. Bunun varlığına sübut ki, həqiqətən mən ruhi təbiətli şəxsiyyətəm. Nə incə bədənimdən, nə də kobud bədənimdən əlaqəm yoxdur. Mən onların heç biri mən deyirəm. Ağıl, dərrəkə, ego incə bədənimdir. Torpaq, od, su, havadan ibarət fiziki bədənim isə mənim kobud bədənimdir. Alt paltarım, üst paltarımdır. Təkrar edirəm. Onun daxilində, bu ikisinin daxilində isə mənəm. Mən, real mən, həqiqi mən. Nə doğulan, nə xəstələnən, nə qocalan, nə də ölən. Nə doğuluruq, nə xəstələnirik, nə qocalırıq, nə ölürük. Əbədidir o, başa düşdünüz? Ona görə biz bunların heç birini istəmirik. Biz nə xəstələnmək istəmirik, nə qocalmaq istəmirik, nə də ölmək istəmirik. Amma bunlar hamısı bizlə baş verir. Bu deməkdir ki, biz
şəxsiyyətimizin, real şəxsiyyətimizdən xəbərsizik, bixəbərik. Sübut. Buna sübut odur ki, bu dünyada hətta yogadan, dindən uzaq olan adam, yogadan uzaq olan adam, tamamilə bu ezoterik biliklərdən uzaq olan adamlar özləri belə həyatda 3 dənə şeyə can atır. Bütün insanlar 3 dənə şeyə can atırlar həyatda. Bütün insan nə ilə məşğul olmasından asılı olmayaraq, istər bizneslə məşğul olur, istər siyasətlə məşğul olsun, istər elmlə məşğul olur, istər texnologiya ilə məşğul olur, istər nə bilim kənd təsərrüfatı ilə məşğul, istər kosmonavtika ilə məşğul olur, istər idmanla məşğul, dəxli yoxdur. İnsan nə ilə məşğul olursa həyatda 3 dənə şeyə can atır. Nədir bu? Biri bilikdir. İnsan biliyə can atır. Nə isə bilmək istəyir. Fərqi yoxdur. Biznesmen olmaq istəsə biznesi bilmək istəyir, həkim olmaq istəsə tibbi bilmək istəyir, musiqiçi olmaq istəsə musiqini, yəni ki, istənilən bir sahədə biliyə can atmaq. Biz biliyə can atırıq həmişə. Bilmək istəyirik, düzdürmü? Bu bir. İkincisi, insan nə ilə məşğul olur olsun? Nə ilə məşğul olsun? Hamı 2 dənə həzzə və xoşbəxtliyə can atır. Hamı həzz almaq istəyir. Heç kim bu və ya digər fəaliyyəti, bu və ya digər işi, bu və ya digər məşğuliyyətini ondan ötürü eləmir ki, ondan istirab çəksin. Əziyyət çəkdi. Bədbəxtlik yox, hamı istəyir ki, hamı həzz axtarır. Bu 2 düzdür. Üçüncüsü isə nə qədər mümkündür çox yaşamaq istəyirik. Hələ daha yaxşı olardı ki, ümumiyyətlə ölməyərdik, əbədi yaşayardıq. Bu hamının deyir, belə deyir o, ən ümdə arzusudur. Həyata keçməsinin mümkün olmadığını nədir, düşünən arzusudur. Hamı düşünür ki, bu həyata keçməsi mümkün olan bir arzudur. Heç vaxt ölməyəsən, əbədi olasan. Bunun da sübut nədir ki, nə qədər mümkündür çalışırıq sağlamlığımızın qayğısına qalaq, nə qədər çox çalışaq ömrümüzü uzatmaq üçün və s. nələr eləyək, qocalmağımızın qabağını alaq. Bu 3 şeyə görürsünüz, bütün insanlar bu 3 şeyə can atırlar. Fərqi yoxdur, hətta o ateist olsun belə. Materialist olsun, fərq yoxdur. Biliyə, həzzə, bir də əbədiyyətə can atırıq. Əbədi olmağa, çox yaşamağa, nə qədər mümkündürsə. Bax, bundan üçündən can atmamız o deməkdir ki, biz özümüzü axtarırıq. Çünki bizim real şəxsiyyətimiz belə bu üçündən ibarətdir. Əbədiyyət, bilik və həzz. Bu, bizim can adlandığımız ruhi can. Azərbaycan dilinin şah sözüdür. Sevəndə deyirik canımın cananəsi. Hədəliyəndə deyirik canıva olaram. Üşüyəndə deyirik canım çıxır. Öləndə deyirik canı çıxdı. Və s. Can sözü bizim şah sözüdür Azərbaycanın, düzdür? Bax, o can bizim şəxsiyyətimizdir. Mənəm. Başa düşdünüz? Mən odur, candır. Onun yerləşdiyi yer ürəkdir. Ürəkdədir o, bildiniz? Və onun yeganə varı, dövləti, malı, mülki, məhəbbət, sevgidir. Ülvi sevgi, ülvi ilahi sevgi, pak, cisimdən tamamilə fərqli. İndi buna görə də bizim burada hal-hazırda, burada mövcud olmağımız bu dünyada, burada. Bu bizim üçün yad bir məkandır. O yerdə ki, mən məhkumam xəstələnməyə, qocalmağa, ölməyə, məhkumam. Və mən ona qarşı heç bir müqavimət də göstərə bilmirəm. Bu o deməkdir ki, bura mənim üçün yad bir yerdir, süni bir yerdir. Bildinizmi? Bura süni bir yerdir. Biz təbiətən əbədi olduğumuza görə dərrəkəli insan, yoga fəlsəfəsi, yoga nəzəriyyəsi deyir ki, dərrəkəli insan o insandır ki, o fikirləşir ki, bəs mən niyə görə istəməyə xəstələnirəm, istəməyə qocalıram, istəməyə ölürəm. İstəməyə bədbəxtlik və istirabları yaşamaq məcburiyyətindəyəm. Bu dərrəkəli insandır. Əgər o bu sualları verirsə, o dərrəkəli insandır, bildiniz? Hələ insan bu sualları verirsə, hələ onun dərrəkəsi inkişaf eləməyibdir. Bu, adamı aparır o istiqamətdə ki, sən, deməli, mənim bunları istəməməyim və ruhun, canın, mənim real şəxsiyyətimin əbədi olmağı, bu deməkdir ki, mən əbədiyyətin sakiniyəm. Müasir elm, müasir təhsil sistemi, müasir filosoflar, müasir dünyanın yüzdən iraq ziyalıları bu şeylərin hamısından bixəbərdirlər. Bu yalnız və yalnız yogada vardır.
Yoga da bildiniz. Bu yoganın nəzəriyyəsidir, yoganın fəlsəfəsidir. Deməli, mən əbədiyyətin sakiniyəm. Amma nə üçün burada müvəqqəti həyat sürürəm? Bir müddət yaşayırıq, biraz uşaqlıq elədik, biraz cavanlıq elədik, sonra qocaldıq, sonra öldük getdik. Amma yenə deyirəm ki, bunların hamısı bizim iradəmizin, istəyimizin əksinə baş verir. Biz bunları istəmirik, bildinizmi? İndi bunun əlacı odur ki, mən çox ixtisara salınmış şəkildə danışıram. Bu həddindən artıq geniş bir mövzudur və mənim Bhagavad Gita'dan verdiyim mühazirələr, 1000-ə yaxın mühazirə YouTube-da. Bunlar bu məsələlərin ətrafında saat mühazirələrdir. 1000-ə yaxın mühazirədir. Orada bunun hər tərəfli izahları var, bildiniz nətərim. Amma mən burada istəyirəm ki, bir xırda qısa məlumat xarakterli söhbətlər edirəm, bildiniz. Onda biz sual verir ki, nə üçün mən istəməyə bu şeylərə məcburam. İstəməyə qocalmağa, istəməyə ölməyə, istəməyə istirab çəkməyə, əzab əziyyət çəkməyə, məcburam. İstəmirəm heç birini. Mən xoşbəxtlik istəyirəm, mən sağlamlıq istəyirəm, mən əbədi yaşamaq, həmişə yaşamaq istəyirəm, mən məhəbbət, sevgi istəyirəm. Amma bunların əksi məndən soruşmamış mənim həyatıma gəlirlər. Heç məndən soruşmurlar. Xəstəlik də bizdən soruşmur, qocalıq da bizdən soruşmur, gəlim, gəlməyim. Doğulanda da bizdən soruşmamışlar ki, doğulmaq istəyirsən. Öləndə də bizdən soruşmayacaqlar ki, ölmək istəyirsən. Görürsünüz, nə qədər biz özümüzün nədir, həyatımızın nədir, ağası deyilik. Sanki kimsə bizim həyatımıza ağalıq eləyir. Bu o vaxta qədər baş verir ki, insan həyatı qadın olduğun, kişi olduğun, hansı sənətin sahibi olduğun dəxli yoxdur. İnsan həyatı onun ötürü ki, insan özünün həmən bax bu incə və kobud bədənindən fərqli olan əbədi xarakterli şəxsiyyətini dərk eləməklə məşğul olsun. Bunun üçün lazımdır ki, bizim bu hal-hazırda yaşadığımız bu yerdə, bizim bax bu 3 dənə varlığımızın arasında müəyyən bir dənə harmoniya olmalıdır. Bir ahəng olmalıdır. Bir qarşılıqlı razılaşma olmalıdır. Bildinizmi? Kobud bədənimlə incə bədənim, incə bədənim bir də onun daxilindəki mənim varlığım, şəxsiyyətim. O özünü oradan kölə bir üzə vermək üçün ki, mən onu hiss eləyim ki, mən, məsəl üçün, indi kimsə buna qulaq asır, deyir ki, mən danışılan hamısı nəzəriyyədir, praktika deyil. Hamısı ki, nəzəri, kimsə inana bilər, kimsə inanmaya bilər. Bu saat küllü miqdarda insanlar inanmırlar ki, ruh deyilən bir şey var, ruh var, can var, əbədidir o, ölməzdir, əbədiyyət var, cənnət, cəhənnəm var. Əksəriyyət insanlar bu şeylərə inanmırlar. Bildiniz? Ona görə ki, niyə görə? Çünki onlar hiss eləmirlər. Deyirlər, deyirsən, danışırsan. Mən axı hiss eləmirəm. Mən ancaq görürəm özümün, bax bu ət, sümük, qan, sidikdən ibarət olan bədənimi görürəm. Ət, sümük, qan, sidik, nəcis birləşməsindən ibarət bir bədəndir, bizim fiziki bədənimiz. Elə deyil. Mən ancaq bunu görürəm, vəssalam. Mən buradan o tərəfə heç nə görmürəm, heç nə duymuram. Biz havanı da görmürük, amma nəfəs alıb verəndə hiss eləyirik. Hava var, düzdür? Görmürük, amma hiss eləyirik, düzdür? Eləcə də biz ağlımızı, dərrəkəmizi də görmürük. Amma onlar var da, heç kim deyə bilməz ki, mənim ağlım yoxdur, ya dərrəkəm yoxdur. Bax, beləcə də bundan nəcib bizim ruhi, can adlı şəxsiyyətimiz var. Onu görmək üçün, onu dərk eləmək üçün, onu duymaq üçün, özümün, mənim kim olduğumu duymaq üçün mənə lazımdır ki, onun üstünü örtən bu 2 dənə qatla da, onun arasında bir dənə müəyyən harmoniya yaradım, bir ahəng yaradım. Məsəl üçün, insan bugünkü gündə elə bir ağıl inkişaf elətdirib ki, ağıl, elə bir dərrakə sahibidir ki, elə bir fiziki bədəninə bir dənə bu dünyada bir şərait yaradıb ki, onların varlığı, onların həyatı, onların mövcudluğu imkan vermir ki, insan özünün ruhunu dərk eləsin, ruhuna yol tapsın, öz şəxsiyyətinə, həqiqi mənliyinə yol tapsın. Yəni, insan bədənini bugünkü gündə, müasir dövrün insanları bədənlərini o qədər təmtəraqla, o qədər cahı-cəlalla, o qədər cürbəcür, rəngarək, rahatlıqla, komfortla, həzzlə, ləzzətlə əhatə ediblər ki,
O bunlara imkan vermir ki, bu insan özünün bu maddi mövcudiyyatını belə siz belə bir çubut dildə desək belə deşib keçsin, öz varlığını duysun, bildiniz nətəri. Bədənimiz də bizim ruhi şəxsiyyətimizə 180 dərəcə əks təbiətlidir. 180 dərəcə tamamilə bir-birinə əksdir. Yağla su kimi, gecə ilə gündüz kimi, xeyirlə şər kimi. Bir-birinə 180 dərəcə əksdir. Mənim bədənim doğulur, düzdür? Bir müddət qalır, xəstələnir, qocalır, ölür. Düzdür? Belədir, elədir bədənimiz. Kim olursan ol. Amma ruhi can, mənim ruhi şəxsiyyətim, yəni mənliyim. Başa düşürsünüz, bizim mənliyimiz, mən ki mən var, bax o. O nə doğulmur, nə xəstələnmir, nə də qocalmır, nə də ölmür, gördünüz? Bax, bunlar bir-birinə 180 dərəcə əksdir. İndi bu o deməkdir ki, mən cismimə nə qədər çox rahatlıq, komfort, ləzzət, həzz, şərait, təmtəraq yaratacağım, o qədər mənim ruhi can adlı şəxsiyyətim, mənliyim gedəcək yatmağa. Bildiniz? Çünki bunlar 180 dərəcə bir-birinə əksdir. Hansına şərait yaradırsansa, o birisi üzülür, o birisi qalır ayaq altında, o birisi gedir yatmağa, başa düşdüyünüz nətər. Ona görə müasir dövrün, planetin hər yerində müasir dövrün insanları bax bu doğulan, xəstələnən, qocalan və ölən cisimlərin nazını o qədər çəkirlər ki, ona o qədər təmtəraq şərait yaradırlar ki, bütün təhsil sistemi buna işləyir, bütün iqtisadiyyat buna işləyir, bütün mədəniyyət buna işləyir, hətta din buna işləyir, hətta dini sistem də belə insanı bədən səhvi konsepsiyasından çıxarda bilmir. Bildiniz? Ona görə də insanlar hamı özü haqqında, bax bu ət, sümük, qan, sidik, nəcis birləşməsi ilə mənəm. Bundan o tərəfə heç nə yoxdur. Hamı bax bu fikirdədir, düzdür? Buna isə yoga fəlsəfəsi deyir ki, bu heyvani şuur səviyyəsidir. Heyvanlar da bu cürdülər. Heyvanlar da özünü bədənlə sayır. Elə bir ki, bu ət itdi, pişikdir. Bunlar hamısı o bədənin elə bir ki, olur da, başa düşdünüz? İnsan da özünün yoga nəzəriyyəsi deyir ki, insan da öz mənliyini ancaq bu ət, sümük, qan, sidik, nəcis birləşməsindən ibarət olan fiziki bədənlə eyniləşdirirsə, o heyvandan seçilmir. Onun şuuru, dünya görüşü o heyvançı səviyyəsindədir. Bilir? İnsanınki odur ki, insan özünün içəridən gələn o müqavimətinin arxasında nə durduğunu dərk eləsin. Niyə görə mən qocalığa müqavimət göstərirəm? Niyə görə mən xəstəliyə müqavimət göstərirəm? Niyə görə mən ölümə müqavimət göstərirəm? Niyə görə mən bədbəxtliyə müqavimət göstərirəm? Niyə görə mən istirablara müqavimət göstərirəm? Niyə görə mən kasıblığa müqavimət göstərirəm? Bax, niyə o müqavimətin arxasında nə durur? Bax, insan şuuru heyvandan seçdirən odur ki, insan bu barədə düşünür, sual verib, cavab verib, axtarır nədir, bildiniz? Ona görə insanın özünün o varlığını üzə çıxartmaq üçün, duymaq üçün, bildiniz, onu yaşamaq üçün, özünü ortalığa çıxartmaq üçün, başa düşürsünüzmü? Özümüzü ortalığa çıxartmaq üçün, real mənliyimizi ortalığa çıxartmaq üçün. Onun üstünü örtən bu iki qatla bizim onun arasında müəyyən bir harmoniya yaranmalıdır, ahəng yaranmalıdır, razılaşmaya gəlməlidir. Məsələn, bədənin həddindən ziyadə 4 dənə instinkti var. Yemək, yatmaq, cinsi əlaqə ilə məşğul olub nəsil törətmək, bir də qorxu hissi, özü qorumaq. Bu bədənin tələbat və ehtiyaclarıdır. Fiziki bədənimizin. Ruhun bundan heç birinə ehtiyacı yoxdur. Yemək, yatmaq, cinsi əlaqə ilə məşğul olub nəsil törətmək və yaxud da ümumiyyətlə həzz almaq, bir də qorxu hissi, özü müdafiə eləmək, başa düşürsünüz nətər. Bu 4 dənəsində deyilir heyvani instinktlər. Bunlar bütün canlılara xasdır. Bütün heyvanlara da, bütün canlılara, quşlara da, eləcə də insana xasdır. Çünki bunlar 4 dənəsi bizim bədənimizin tələbat və ehtiyaclarıdır. Bədən də ruhi varlığımıza 180 dərəcə əksdir. Mən bu saat dedim, düzdür. Ona görə mən bu bədənin 4 dənə tələbat və ehtiyacını nə qədər çox təmtəraqlı, nə qədər çox ləzzətlə, həzlə, geniş belə bərli, bəzəkli həyata keçirirəmsə, o qədər də mənim bu bədənin özünə bağlılıqlarım güclənir. Bu bədəndən bəş-bəş tuturam, başa düşün nətər. Və bu imkan vermir ki, biz özümüzün ruhi təbiətimizi dərk eləmək istiqamətində nəsə eləyək. Ona görə mən bədənimə münasibətim ruhumun təbiəti ilə razılığa gəlmir. Razılaşmır.
Çünki o 180 dərəcə buna əks axı. Mən də ancaq bütün gücümü qoymuşam bədənim üçün, başa düşürsünüz? Eləcə də ağlım, dərrakəm, eqom. Ağlımı, dərrakəmi də məşğul eləmişəm ancaq yenə də bu bədənin həzzi üçün, kayfı üçün, ləzzəti üçün, mənsubiyyətləri üçün, mövqeyi üçün, canım sizə desin, gözəlliyi üçün, sağlamlığı üçün, və s. Bunlar üçün ağlım, dərrakəm də buna işləyir. Ona görə də mən bunların bu cür mövqeylə, bu cür həyatıma bu cür yanaşmağına mən özümün ruhu varlığıma zid gedirəm. 180 dərəcə zid gedirəm. Çünki o təbiət etibarıyla buna 180 dərəcə əks daxil. Deməli mən onu özümün varlığımı dərk eləmək, tanımaq, biruzə ortalığa çıxartmaq üçün gərək bunun üstünü örtən incə bədənimlə kobud bədənimin tələbat və ehtiyaclarını nəcibləşdirim. Çünki burada bilsiz söhbət nədən gedir? Mən indi elə bir ki, yoqanın praktikasından danışanda bu ayrıca iki dənə söhbətdir. İki mühazirədir. Biri yoqanın nəzəriyyəsidir, bir də praktikasıdır. Mən yoqanın praktikasından danışanda bunları izah edəcəm. Nə ki, həyatımızda iki dəyərlər sistemi var. Bir yalançı dəyərlər sistemi var, bir də real həqiqi dəyərlər sistemi var. Bildiniz, bir yalançı, sözsüz, yəni saxta daha doğrusu. Saxta dəyərlər sistemi var. Bir də həqiqi. Yəni bizim əsas dəyərlər nədir? Gözəllik, sevgi, həzz, xoşbəxtlik, var-dövlət, bilik, rahatlıq, komfort və s. Bunlar hamısı dəyərlər sistemidir bizim. Bunların sadaladıqlarımın bir saxtası var, bir də həqiqisi var. Bir saxtası var, bir həqiqisi var. Bədənlə özünü bu ət, sümük, qan, sidik, nəcis birləşməsindən ibarət olan bədənlə eyniləşdirib, düşünərək ki, bu bədən mənəm. Belə insanın can atdığı dəyərlərin hamısı saxta kateqoriyasındadır. Amma insan özünün ruhi varlığını dərk eləyəndə, tanıyanda, ona yol tapanda, başa düşdünüz? Onda bütün həmən bu sadaladığımız dəyərlərin realları ilə rastlaşacaqdır. Həqiqisi ilə, başa düşdünüz? Bunu mən praktikadan danışanda danışacağım, izah edəcəm. Ona görə də yoga sözün tərcüməsi ahəng deməkdir, harmoniya deməkdir. Yoga sözün tərcüməsi əlaqə deməkdir. Başa düşdünüz? Vəhdət deməkdir. Deməli, yoganın praktikası, nəzəriyyəsi və praktikası elə qurulub ki, və yoga Tanrı tərəfindən ötürülüb bəşəriyyətə. Yoganı insan uydurmuyubdur, başa düşdünüz? Yoganın banisi Tanrının özüdür. Bu kainatı yaradan özüdür, bildiniz. Ona görə bu sistemi elə qurub ki, nəzəriyyə ilə praktikanı ki, biz bu üç dənə varlığımızın, üç dənə bu təbiətimizin arasında müəyyən bir dənə uzlaşmaya, müəyyən bir razılaşmaya, müəyyən bir ahəngə və harmoniyaya nail olaq. Hansı əbədiyyət bilik həzdən olan ruhi şəxsiyyətim, ağıl, dərrakə, egodan ibarət olan incə bədənim, torpaq, su, od, havadan ibarət olan kobud bədənim. Bax, bunların üçünün arasında ahəng olmalıdır, harmoniya olmalıdır ki, o imkan versin ki, mən özümün onların ikisinin daxilində olan o ruhi təbiətli şəxsiyyətimi duyum. Sadəcə olaraq inanmaq. İndi insanlar heç inanmırlar. O da qalsın ki, duyalar. Bax, onu duymaq ki, mən bu bədəni, bu fiziki varlığımdan fərqliyəm. Bildinizmi? Bu, insan həyatında inqilab eləyəsi bir dənə dünya görüşüdür. İnsan həyatında inqilab eləyəsi. Bunu yoganı dərk eləsə insan, yoganın nəzəriyyəsini və praktikasını insan dərk elə bilsə, anlaya bilsə, o insan həyatında inqilab olacaq. Bildiniz nətərim, çox belə möhtəşəm bir inqilab olacaqdır. Hansı istiqamətdə? Dəyərlərin realları istiqamətində. Real dəyərlər istiqamətində. Bu saat planetin 99,99% saxta dəyərlərlə yaşayır. Hamı saxta dəyərlərdir, bilirsiniz. Mən bunu açıqlasam, izah eləsəm, çox uzun bir dənə seminar olacaq, çox uzun. Ona görə deyirəm ki, əvvəldən yoga çox nəhəng bir mövzudur, çox belə bitib tükənməyən bir mövzudur. Bunun əsas kitabı Bhagavad Gita'dır. Mən də Bhagavad Gita'dan YouTube'da 1000'ə yaxın mühazirə qoymuşam və orada bunların hər mühazirədə yerli, hər tərəfli izahları vardır. Hər mühazirə orada bir saatdır hardasa.
Ona görə mən çox qısa deyirəm bu fikirlərimi ki, yoqanın məqsədi bax bu üç dənəsinin arasında əlaqə yaratmaqdır. Harmoniya yaratmaqdır, ahəng yaratmaqdır ki, imkan versin ki, incə bədənimlə kobud bədənim imkan versin ki, mən özümün ruhi varlığımı biruzə verməyinə, aşkarlanmağına, təzahür eləməyinə şərait yaradım və onu duyum ki, mən doğrudan da bu bədən deyiləm. Bax, buna deyilər özünü dərk etmə. Yoga missiyası birinci missiyası. İnsanın özünü dərk etməyə, nail olmağına kömək eləməkdir. Nəzəri və praktiki. Özünü dərk eləmək. Müqəddəslər, möminlər, böyük yogilərdə deyiblər ki, insan özünü dərk eləyəndə Allahı da dərk eləyir. Özünü tanıyanda. Bildiniz? İkinci etapdır. Allahı dərk eləmək ikinci etapdır. Birinci insana lazımdır ki, özünü dərk eləsin. Özünü dərk eləmək, özünü dərk eləmək. Bu sualların cavabını necə deyirlər, mükəmməl şəkildə başa düşmək deməkdir. Niyə görə xəstələnirəm, amma istəmirəm? Niyə görə qocalıram, amma istəmirəm? Niyə görə ölürəm, amma istəmirəm? Niyə görə doğulanda məndən soruşmayıblar, doğulmuşam? Niyə görə öləndə də məndən soruşmurlar, öləcəm? Niyə görə mən istiraba can atmıram, amma istirab qapını döymədən girir? Niyə görə mən bədbəxtlik istəmirəm, amma bədbəxtlik məndən soruşmadan baş verir? Bax, bu sualların cavabını vermək üçün mükəmməl surətdə özünü dərk eləmək lazımdır. Özünü dərk eləyən insan bu sualların cavabları mükəmməl surətdə bilir. Bilir yox, mükəmməl surətdə bilir. Bildinizmi? Ona görə özünü dərk eləmən, yoganın birinci missiyası insanı özünü dərk eləməyə gətirməkdir. Bunun üçün də yoga əlaqə deməkdir, yoga ahəng deməkdir, yoga harmoniya deməkdir, yoga vəhdət deməkdir. Nəyin arasında? Bax, bu üç dənəsinin arasında. Bizim üç dənə varlığımızın arasında əlaqə yaradır. Üç varlığımız hansılar? Mən sadaladım. İndi təkrar edirəm bir də. Ruhi, əbədiyyət biliyi həzdən olan fərdi özümüzün, mənliyimizin arasında, mənim, ağıl dərrəkə yalancı egodan ibarət olan incə bədənimiz, bir də onun üstündən örtülü olan ət, sümük, qan, sidik, nəcis birləşməsi. Torpaq, od, su, hava. Torpaq, od, su, hava. Bax, bu dördündən ibarət kobud bədənimiz yoxdur. Bax, bunların üçün arasında harmoniya olmayanda insanın həyatı xaosa çevrilir. İnsan depresiya yaşayır. İnsan pis vərdişlərdən ağzına qədər dolur. İnsan tamamilə mənasız yaşayır, mənasız həyatın mənasız olduğunu görür. İnsan onunla baş verənlərin heç birindən müqavimət göstərə bilmir. İnsan özü öz həyatına, öz taleyinə ağalıq eləyə bilmir. Deməkdir ki, bunların üçünün arasında harmoniya yoxdur, bildiniz nətərim? Yəni, insanın ağlı, dərrakəsi, fiziki bədəni və bir də mənəvi dünyası, bu üçünün arasında harmoniya olmalıdır. Qarşılıqlı razılıq olmalıdır, ahəng olmalıdır, harmoniya olmalıdır. Ki, biz özümüzün real şəxsiyyətimizi bax, bu ikisindən fərqli olduğunu dərk eləyə bilək. O imkan verəcək ki, biz həqiqi dəyərlərimizi saxta dəyərlərimizdən seçə bilək. Həqiqi sevgi nədir, saxta sevgi nədir? Həqiqi həz nədir, saxta həz nədir? Həqiqi gözəllik nədir, saxta gözəllik nədir? Həqiqi bilik nədir, saxta bilik nədir? Həqiqi var dövlət nədir, saxta var dövlət nədir? Bunlar bilirsiniz nətəri? Bunlar realdır, bilirsiniz? Real. Bu ayrıca bir seminardır. Ayrıca bir mövzudur. Amma yoga bunların hamısını ovcu içi kimi açıqlayır insana. Ovcu içi kimi yogada nəzəri nöqteyi nəzərdən, eyni zamanda da praktikası ilə bunların hamısı açıqlanır. Həyatımızın saxtası ilə realı necə seçək bir-birindən. Bu saat onu vurğulayıram, altından da qırmızı xət çəkirəm. Bu saat cəmiyyət 99,99% saxta dəyərlərlə yaşayır. Gözəllik də saxtadır, var dövlət də saxtadır, bilik də saxtadır, həz də saxtadır, kayflar da saxtadır, sevgi də saxtadır. Bilirsiniz, hamısı saxtadır. Real deyil, özü deyil, başa düşdünüz. Necə ki, məsəl üçün, mən güzgüyə baxıram, güzgüyə baxanda kimi görürsünüz özümü, düzdür? Güzgüyə baxanda insan kimi gör özünü, düzdür? Amma qaşığı götürüb güzgüdə özünü yedizdirə bilərsən. Apara vurasın, qaşıq gedəcək şüşəyə deyəcək, düzdür? Və sən ac qalasın.
Sən elə gələcək ki, özü yedizdirsən, amma qaşıqdan töküləcək yerə, şüşəyə dəyəcək, töküləcək. Şüşəyə dəyəcək, töküləcək, bildiniz? Bax, saxta dəyərlər bu deməkdir. İnsan o saxta dəyərlərlə heç bir mənəvi doyumluq hiss eləmir. Məmnunluq hiss eləmir. Məmnunluq. Məmnun deyil insan. Həmişə narazıdır. Həmişə narazıdır. Baxın, nə eləyirsə eləsin, indiki dövr insanı narazıdır həmişə. Narazılıqdan sübut. Necə sübut edeyim ki, siz görəsiniz, insanlar doğrudan narazıdır. Milyoner pulundan narazıdır, gözəlliyindən narazıdır. Həzz alan aldığı həzlərdən narazıdır. Hamı narazıdır əslində. Nə qədər eləyir, özdə bu razılıq gəlmir bura. Narazılıq sübut bilirsiniz nədir? Narazılıq sübut artmaqda olan nədir? Mənəvi tənəzzül. Artmaqda olan əxlaqsızlıq, artmaqda olan pis vərdişlər. Bunların hamısı sübutdur ki, insan narazıdır. Sübutdur. Artmaqda olan ifrat dərəcəyə getmək. Əxlaqsızlıq, pozğunsuzluq, abır-həyasızlıq, çox pis vərdişlərin artması. Bunların hamısı sübutdur ki, insan narazıdır başa düşün həyatından. Niyə? Çünki dəyərlərin hamısı saxtadır. Bildiniz, hamısı saxtadır. Saxta şey insanı məmnun edə bilməz axı. İnsan məmnun olmaq üçün gərək sadalanan dəyərlərin realına nail olsun, həqiqisinə. Bax, yoga missiyası budur. Yoga missiyası insana saxta dəyərlərlə real dəyərləri göstərmək, onların arasında fərqi göstərmək və saxtalardan necə yaxa qurtarmaq, realları necə əldə eləmək, nəzəriyyəsini və praktikasını vermək. Bax, bu yoganın işidir. Bildiniz? Bunun üçün də yoganın nəzəriyyəsi Bhagavad Gita'dır, yoganın praktikası da ayrıca bir dənə mövzudur. Yoganın praktikasının, mən indi növbəti mühazirədə danışandığımız yoganın praktikası nədir? Bu nəzəri tərəfidir. Özdə mən indi bu saat bu 41 dəqiqə, 42 dəqiqə müddətində danışdığım yoga nəzəriyyəsinin heç mində bir hissəsi də deyil. Başa düşdünüz? Ümumi şeyləri dedim də, yəni ümumi postulatları, ümumi məsələləri dedim. Burada küllü miqdarda xırdalıqlar var, küllü miqdarda məsələlərin açıqlanması var, araşdırılması var, bildiniz nədərim. Ona görə də yoga nəzəriyəsi həm də insana çox mükəmməl şəkildə açıqlayır ki, adət-ənənələrin, milli dini adət-ənənələrin, əxlaq qaydalarının, sonra çərçivə və məhdudiyyətlərin, bax, belə eləmə, başa üstü nətərim, mədəniyyətlərin, ənənələrin arxasında duran bilik nədir? Yogada bu mükəmməl izahı, mükəmməl surətdə verilir. Yoga fəlsəfəsində bu mükəmməl surətdə verilir. Niyə görə? Müasir dövrün insanına, xüsusilə də gənclərə, məsəl üçün, çətin məsələdir, çox çətin məsələdir deyəsən ki, bu cür giyinmə, bu cür giyin, bu cür saçıvı darama, bu cür dara, bu cür qidalanma, bu cür qidalan. Çox çətin məsələdir, bildiniz nətər? Həmən dəqiqə onlarda elə bir şey yaranır ki, bizi fanatizmə kimsə aparır və yaxud da ki, bizi haqqımızı əlimizdən alırlar, başa düşdü nətərim? Bizi azadlığımızdan əlindən alırlar, belə bir şey gəlir. Düzdür, niyə görə? Çünki onlar onun fəlsəfəsini bilmirlər. Onlar onun elmini bilmirlər. Niyə görə? Başa düşdünüz nədir? Bunu eləmə. Niyə görə? Başa düşdünüz? Belə eləmə. Belə. Niyə görə? Onu özdə həm də bizi nətəri? Həm də məntiqi, argumentləşmiş, həm də insanın, necə deyirlər, insanı qəflət yuxusundan oyatmağa qadir olan bilik. Bildiniz nətər? Bax, bu yoganın nəzəriyyəsidir. Yoganın nəzəriyyəsi belə bir nəzəriyyəyə malikdir. Yoga. Bunun da yenə deyirəm, əsas aparıcı kitab Bhagavad Gita olduğu kimi. Orada yerli yataqlı verilib hər şey. Yerli yataqlı, nöqtəsinə vergülünə qədər. Mən də belə çox uzatmaq istəmirəm söhbətimi. Bu olduqca qısa bir məlumatdır. Yoga nəzəriyyəsi, yoga nə olan şeydir? Yoga əlaqə deməkdir, yoga ahəng deməkdir, yoga harmoniya deməkdir, yoga vəhdət deməkdir. Bu 3 dənə bədənimizin arasında, 3 dənə bizim təbiətimizin arasında, ruhi təbiətimiz, incə təbiətimiz, çobud təbiətimiz. Bunların üçün arasında harmoniya yaranmalıdır ki, biz özümüzün bizi narahat edən bütün suallarımızın hamısının cavabını tapa bilək. Bilirsiniz? Elə bundan sonra gəlir həmən bu əlaqəni nə eləmək? Uzlaşdırmaq səbəblərin səbəbkarı ilə. Bütün səbəblərin səbəbkarı kimdir? Yəni bizim burada
bu gündə olmağımızın, bu vəziyyətdə olmağımızın, bütün bu həngamənin arxasında duran ali iradə nədir, kimdir? Yoqanın növbəti əlaqəsi, növbəti əlaqə onunlandır, bildiniz. Buna da deyirlər özünü tanıyan Allahı tanıyır. Bu birinci bu, sonra da o, bildiniz nətər? Birinci lazımdır ki, mən özümün kim olduğunu dərk eləyim, ətlə, sümüklə özümü eyniləşdirməyim, ağlımla, dərrəkəmlə özümü eyniləşdirməyim ki, bu mənəm elə, bildiniz. Birinci özümü dərk eləyim ki, yox, sən demə, mən nə bu ətlə, sümüklə, nə də ağlımla, dərrəkəmlə heç bir əlaqəm yoxdur. Bunlar sadəcə olaraq mənim örtüyümdür. Necə ki, altdan alt paltarımla üst paltarımın mənim bədənimlə heç bir üzvə əlaqəsi yoxdur. Var, kimsə deyər var, yoxdur. Mənim alt paltarımla üst paltarımın çılpaq bədənimlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq bunlar onun örtüyüdülər. Bildiniz? Amma bizim bugünkü gündə vəziyyətimiz hal-hazırda bütün planetdə ki, biz özümüzü həmən o alt paltarla üst paltarla eləşdirik ki, elə bu mənəm. Bildiniz? Əlimi paltarımın üstə qoyuram, deyirəm elə bu mənəm. Başa düşdünüz? Axı mən özümü göstərəndə əlim paltarıma dəyər, birinci, üst paltarıma. Bu mənəm. Onlar içəridə nə alt paltarımı, ondan da içəridə çılpaq bədənimdən xəbərsizəm. O belə. Burada dayanıram. Mən dayanmıram, özümü dayandırıram zorla. Çünki bu mövzu genişdir, danışmaqla bitmir. Mən YouTube'da Bhagavad Gita'dan 1000'ə yaxın mühazirəmdə bu məsələlər hər mühazirədə dönə-dönə təkrar olunur. Özdə bu nəzəriyyə ilə nəzəriyyəti, yoga nəzəriyyəsi. İnsan bunu hər gün dinləməlidir, hər gün. Hər gün gündə 1 saat vaxt ayırmalıdır ki, bu söhbəti dinləsin, hər gün. Onda insana bu necə lazımdır təsir eləyir. Onda insanın dünya görüşünü dəyişir. Onda insanı yönəldir hara lazımdır. Onda insana güc verir. Başa düşdün? Nətər insana nətər deyirlər, insana güc verir da daxildən insana enerji verir ki, insan müqavimət göstərə bilsin, nədir? Negativ şeylərin hamısına. Hər gün. Oradan açıb qulaq asmaq olar. Bhagavad Gita'dan, YouTube kanalından. Bhagavad Gita, Əliyev Ramil. Gedir mənim mühazirələrim hamısı orada. Bütün Bhagavad Gita'nın hər bir beytinə. Bu qısa məlumatdır. Bu yoga nədir? Qısa məlumatdır. İndi praktikası barəsində də növbəti mühazirədə izah verəcəm. İnşallah. Kimin də sualı olsa buyursun. Mənim şəxsi yaza bilər, mən sualları cavablandıra bilərəm.